Azad olunan ərazilərə böyük qayıdış davam edir. Bugün Ağdam və Ağdərə rayonlarına növbəti köç kərvanı yola salınıb. Bu mərhələdə bir ailə 4 nəfər Ağdamın Sarıcalı kəndinə, 40 ailədən ibarət 146 nəfər isə Ağdərənin Həsənrız kəndinə köçürülüb. Doğma yurda qayıdan sakinlər hər tərəfli dövlət qayğısı ilə əhatə olunublar. Bugünkü gün vətənə qayıdırıq. Allah təala şəhidlərimizə rəhmət eləsin. 32 ildə çox əziyyətlər çəkmişik. İndi çox xoşbəxtəm. Atamın, anamın yurdu, mən də oralıyam. Gedib orada qəşəng yaşayacağıq inşallah. Neçə ildir ev həsrəti ilə gözləmişik, çox şükür. Prezidentimizin canı sağ olsun, dövlətimiz var olsun. Bu mərhələdə köçürülən 146 nəfərdən ibarət 40 ailəyə bərpa edilmiş fərdi yaşayış evlərinin açarları təqdim olunub. Təqdim etmə mərasimində çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, Ağdərə rayonunun yenidən bərpa edilən Həsənrız kəndinə bundan əvvəl də Respublikanın müxtəlif ərazilərində çətin şəraitdə müvəqqəti məskunlaşan ailələr köç edib. Bugün həyata keçirilən köçdə nəzərə alınmaqla ümumilikdə Həsənrız kəndinə 130 ailə, yəni 452 nəfər köçürülüb. Necədir bu? Yaxşı, çox sağ olsunlar. Prezidentimiz sağ olsun. Yaxşı bir bəli sevinir. Sağ olun. Hazırda Ağdərə və Xocalı rayonunun da bir neçə yaşayış məntəqəsində yenidən qurma və bərpa işləri həyata keçirilir. Yaxın vaxtlarda həmin yaşayış məntəqələrinə də köç olacaq. Kəndə ilk köç bu il martın 3-də olub. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 43 mindən çox insan yaşayır. Emin Babayev, Fidan Səfər, Spayız xəbər, Ağdərə, Həsənrız.